az yaşlı körpələrə niyə sosial yardım verilmir? Saatlı rayon Mirzəlal kənd sakini Əliyev Eldəniz Elxanoğlu 7 ailə üzvü ilə çarəsiz durumda olduğunu deyir. Əliyev iddia edir ki, dəfələrlə aidiyyatı orqanlara müraciət edib, amma onun bu günə qədər müraciətlərinə cavab verilməyib. Media TV Azmedia qrupu iddiaçı Eldəniz Əliyevi təqdim edir. Qarşı tərəfi dinləməyə hazırıq. Mən Əliyev Eldəniz Elxanoğlu, Saatlı rayonu Mirzəlal kəndində yaşayıram. Cənab Prezident və aidiyyatı orqanlardan, Sosial Müdafiə Nazirliyinə xahiş edirəm, mənə köməklik etsinlər. 4 övladım var, 2 oğlan, biri qız. Xahiş edirəm, 7 nəfərəm. Anam qarışıq, yoldaşım, anam bir də mən. Bir dənə pensiya umuduna qalmışıq. Xahiş edirəm, mənə köməklik edin, sosial alım. Çox acınacaqlı vəziyyətdə yaşayıram. Bununla bağlı hara ağa müraciət etmisən bu sosialla bağlı? Getdim rayona, yalan yerə vəd verdilər. Heç nə. Belə də acınacaqlı qalmışam belə pis vəziyyətdə. Cənab Prezident, xahiş edirəm, mənə köməklik edin. Aidiyyatı orqanlar, xahiş edirəm, tapşırıq verin, mənə köməklik eləsinlər. Buyur. Cənab Prezident, xahiş edirəm, mənə köməklik edin. 2 otaqlı evdən ibarətdir, çiy kərpicdən, zinənin içində yaşayıram. Nə əkdim, şoran torpaq yerim, arpa dəkmişəm, çıxmayır. Xahiş edirəm, mənə köməklik edin. Zinənin içində çiy kərpicdən qalmışam, palçıqdan. Qalmışam, evim zinənin içində. 4 övladım, anam, yoldaşım, 7 nəfər, bir dənə anamın pensiyasına bağlı qalmışıq. Heç yerdə işləyir. Sosiala gedirəm, mənə yalan yerə vəd verirlər. Cənab Prezident, çox xahiş eləyirəm. Mehriban Əliyevlə sizə də çox xahiş eləyirəm. Mənim bu uşaqlarıma pensiya düzəldəsiz, sosial yardım düzəldəsiz, köməklik eləyəsiz. Baxın mənim evimə. Baxın, çəkiliş eləyin hamısına. Gələcəyin əsgərləridir. 3 dənə gələcəyin əsgərləridir. Yanıma. Çox xahiş eləyirəm, məni get-gələ salırlar. Bu uşaqlara pensiya düzəldi, sosial yardım düzəldə bilmirəm. Mənim pensiyam nədir ki, bu uşaqlara da 7 nəfəri mən saxlayam. Özüm də xəstəyəm. Çox xahiş eləyirəm. Gəlin çəkin bu evi. Görün mən harda yaşayıram. İndi hansı devirdir? Müharibə devridir, indi keçmiş devridir. Gəlin mən bu evimi çəkin, görün nətən yaşayıram mən. Bu uşaqları da saxlaya bilmirəm. Çəkiliş edin, gəlin evə. Gəlin. Gəlin çəkin. Görün mən hansı devirdə yaşayıram. Baxın mən pəncərəmə. Şüşəmə baxın. Ondan sonra mən bu uşaqları burada nətər saxlayım? Yerdir, zinədir. Nə qədər şey döşəmişəm. Daha. Bax, gəlin çəkin. Gəlin çəkin, baxın. Mən uşaqlarımı burada saxlayıram. Çox acınacaqlı vəziyyətdir. Çox. Heç nə tapmıram uşağımın altına. Gəlin baxın pəncərələrimə, mən evimə. Baxın görün mən nə güdəyəm. Çəkin. Çox xahiş eləyirəm.